Bu psixoloqun yanına qətiyyən getməzdim. Psixoloq olaraq özümə necə bir psixoloq seçərdim? İlk olaraq təhsil və diplomuna nəzər yetirərdim. Psixologiya ixtisası üzrə ən az bakalavr pilləsini bitirmiş bir psixoloqa müraciət edərdim. Bu mənim üçün onun peşəkarlığının ilkin göstəricisi olardı. Əks halda bir kurs bitirən və özünü psixoloq adlandıran bir şəxsin yanına qətiyyən getməzdim. Hansı terapiya metodlarından və növlərindən istifadə edir? Onunla maraqlanardım. Bu terapiya növü mənə uyğun gəlir ya yox, onu biraz araşdırardım. Aldığı təlimləri və superviziya təcrübəsini incələyərdim. Çünki bir psixoloq nə qədər öyrənməyə açıqdırsa, bir o qədər faydalı ola bilər. Etik qaydalara necə riayət edir? Əgər psixoloqun Instagram və digər sosial platformalarda peşəkar hesabı varsa, burada kliyentin şəxsi məlumatları, hekayələri, əvvəl-sonra videoları, təşəkkür mesajları varsa, bu psixoloqun yanına qətiyyən getməzdim. Ən əsası isə psixoloq öz şəxsi məlumatlarını o hesabda paylaşırsa, bu psixoloqun yanına qətiyyən getməzdim. Və son olaraq psixoloqu incələyərkən onun danışıq tərzinə, empati qabiliyyətinə, ümumiyyətlə özünü necə ifadə etməsinə xüsusi diqqət yetirərdim və psixoloqumu seçərdim. Bəs siz necə bir psixoloq seçərdiniz?